Salam değerli izleyiciler, az kanalımızın abunəçiləri növbəti bir mənzildə hamınızı salamlayırıq. Bugün Yeni Yasamalda kənar dairəvi yola yaxın Albalı Uşaq bağçasının yaxınlığında Vital klinikasından 200 metr məsafədə yeni tikili 12 mərtəbəli Qubçalı binanın 10-cu mərtəbəsindəyik. Burada qanuni bir otaqdan 2 otağa düzəlmə, Qubçalı yeni təmir olmuş və təmirdən sonra yaşayış olmayan bir mənzildəyik. Hal-hazırda mənzilin qonaq otağını görürsünüz. Mənzil orta mənzildir, uqlavoy düşmür, qarşısı açıqdır, gün düşən mənzildir, qazı, suyu, işığı daim edir, sənəd Qubça çıxarışdır, qeydiyyatda heç kim yoxdur, birbaşa notarial qaydada alqı-satqı edib, həmin günü də mənzili təhvil ala bilərsiniz. Hal-hazırda qonaq otağını görürsünüz, belə bir geniş qonaq otağı var. Stil sistem kombidir, otaqda batareya düzülüb, çılçıralar və pərdələr tam olaraq yerləşdirilib. Divarda gözəl ağ boylardan, döşəmədə laminatdan istifadə olunub. Tavanımızda altiban figur və spotlardan istifadə olunaraq təmir olunmuşdur. İlk öncə giriş hissəsini göstərim sizə. Baxın, giriş hissə burada yerləşir. Belə bir giriş hissə var. Müasir dəbə və zövqə uyğun şəkildə təmir olunub. Bina tam mühafizə olunan binadır. 2 sürətli lifti var, yerüstü və yeraltı dayanıcağı var, damafon sistemi var. Sol tərəfdə elektrik açarlar yerləşdirilib, üzərinə ev sahibi tərəfindən bağlanacaq. Baxın, giriş bu şəkildədir. Girişdə sağda hamam tualet hissəsi olan sanitar qovşağı yerləşir. Baxın, belə bir sanitar qovşağı var, ikisi bir yerdədir. Lazım olan bütün aksesuarlarla təmin olunub. Baxın, bu şəkildədir. Sol tərəfdə mənzilin qonaq otağı yerləşir və qonaq otağından eyvana çıxış. Bu hissədə mənzilin yataq otağı yerləşir. Yataq otağından da həmçinin eyvana çıxış var. Bura mənzilin mətbəx hissəsi olub. Mətbəx girişdə. Bu hissədə koridor hissənin ayrıca bir saxlanıc hissəsinə gətirilib. İstəsəniz ara kəsmə ilə də bağlayıb mətbəxi ayrı şəkildə edə bilərsiniz. Gözəl, səliqəli, tam boy axıra qədər yığılmış mətbəx mebeli mövcuddur. Havalandırma şaxtası mövcud olduğu üçün ora aspirator da yerləşdirilib. Baxın, gözəl bir mebel yığılıb burada da. İndi qoşulmayıb, ışığı yəqin ola bilsin. İşləmir. Baxın, lazım olan müəyyən aksesuarlarla da təmin olunub. Burada isə mənzilin yataq otağı yerləşir. Az öncə qeyd etdiyim kimi, bura öncədən mənzilin mətbəx hissəsi olub. Mətbəxi yataq otağı ediblər. Yəni, mənzil bir otaqdan 2 otağa bu şəkildə düzəlib. Yataq otağından da eyvana çıxış var. Bir geniş eyvan var. Hər iki otaqdan çıxmaq olur. Gələcəkdə eyvanı mənzilə qatıb böyüdə bilərsiniz. Baxın, bu şəkildə. Keçək mənzil haqqında ümumi məlumatı və qiyməti sizlərə qeyd edəcəm. Xahiş olunur, təqdimatdan öncə videomuzu bəyənməyi, kanalımıza abunə olmağı və fikirlərinizi rəy bölməsində paylaşmağı unutmayın. Mənzilimiz Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Albalı Uşaq bağçasının yaxınlığında Vital klinikasından 100 metr məsafədə yeni tikili 12 mərtəbəli binanın 10-cu mərtəbəsində yerləşir. Qanuni bir otaqdan 2 otağa düzəlmə 60 kvadrat ümumi sahəyə malik Qubçalı bir mənzili sizlərə təqdim elədik. Qiymət 150 min manat başlanğıc qiymətdir. Real alıcı ilə danışmaq mümkün olacaqdır, yalnız mənzilə baxdıqdan sonra. Mənzil haqqında bu qədər. Növbət çəkilişdə və mənzildə görüşənədək Allah alana və satana xeyir versin.